Təxminən 5 il bundan qabaq fikirləşirdim ki, həyatım bu nöqtədən bu nöqtəyə gələ bilər. Amma indiki yaşımda daha fikirləşirəm ki, mən artıq bu nöqtədən bu nöqtəyə gələ bilərəm. İnsanın yaşı keçdikcə düşüncələri dəyişir. Təbii ki, bu yaş keçməsi demək deyil ki, insanın düşüncəsi dəyişir. İnsanın fərqindəliyi artdıqca əslində düşüncəsi dəyişir. Mən bunun qənaətindəyəm. İnsanların bir çoxları var ki, yaş ötür, amma eyni şeyləri yaşayırlar, eyni təkrarlanan hadisələr yaşayırlar və bir çoxları şikayətlənir ki, mən nəyə görə bu hadisələri yaşayıram və sair. Amma insan fərqində olmadığında da istəyir 60 yaşına gəl, 100 yaşına gəl, yenə də həyatında mütləq ki, dəyişikliklər olmur. Çünki insanın əsas funksiyası, düşünmə tərzi fərqindəliyindən keçir. Nə qədər insan fərqində olarsa yaşayışından, o zaman daha çox ciddi dəyişikliklər baş verir. Bir məsələyə yanaşma tərzi belə çox məsələnin çox önəmlidir. Məsəl üçün, mən fikirləşirəm ki, bir məsələdə filan hadisə olanda mən oradan bu hadisə niyə başıma gəldi? Birinci onu sual verirəm. Yəni niyələri özüm üçün daha çox atmağa çalışıram. Və niyələri soruşduqca insanda daha çox fərqindəlik artırır. Məsəl üçün deyirəm ki, bu hadisəni yaşadım, nəyə görə yaşadım? Filan səbəbə görə yaşadım. Filan səbəbi nəyə görə yaşadım? Filan səbəbə görə yaşadım. Amma insanlar o sualı özünə vermədiyində insan onu ancaq pis tərəfinə yozur. Deyir ki, filankəs belə yaxşı yaşayır, mən belə yaxşı yaşaya bilmirəm. Filankəsin bu qədər pulu var, mənim bu qədər pulum yoxdur. Filankəsin baxırsan ki, nə bilim, ailəsi belə xoşbəxtdir, mənimki xoşbəxt deyil. Ancaq şikayətlənmə və dərdlənmə. Yəni bunun dərdlənmənin alt nədənlərinə, səbəblərinə enmir ki, insan ki, mən nəyə görə bu hadisəni yaşayıram? Nəyə görə məsəl üçün xoşbəxt deyiləm? Hansı işim də mən düz gətirmir və nəyə görə gətirmir? Və bunları əslində dərinliyi ilə fikirləşəndə biz artıq qənaətə gəlirik ki, əslində problem kənarda deyilmiş, kənarda deyil, özümün içindəymiş. Mən içimdə həll etməm lazım olacaq bir çox şeylər var və mən onu görməzlikdən gəlmişəm. Demişəm ki, hə, eyb yox da bir filan problem oldu, filanın günahı filankəsdədir. Filankəs elədi. Filankəs bunu elədiyi üçün bunun baş verdi. Yoxsa mən bunun baş verməzdi ki. Belə müxtəlif cür insanlar özlərini həyatda saxlamaq üçün səbəblər qururlar. Əslində bu müxtəlif səbəblər dediyim nədir? Zehindir. Zehin insanı həyatda saxlamaq üçün onlara müxtəlif cür onu tatmin edəcək şeylər, səbəblər qoyur ortaya. Bu zehində ki, bizi normal həyatımızda, həyatda yaşamaq üçün qorxu bilinci ilə yaşadır. Məsəl üçün, zehin fikirləşir ki, mən bunu, məsəl üçün, filankəs elədi deməsəm, bu başlayacaq dərdlənmə, daha çox belə şey olacaq, daha çox dərinliyə enəcək filandır. Zehinə əslində o lazım deyil. Zehinə lazımdır rahat və sənə yükləsin hər şeyi. İnsan şuuraltı ilə fikirləşəndə isə tamam fərqli bir şey baş çevrilir və bu baxımdan fikirləşirəm ki, biz hər bir məsələdə fərqindəlik yaşadığımız təqdirdə biz həyatımızı dəyişdirə bilərik. Yoxsa əksinə yaş ötməsinin də heç bir əhəmiyyəti yoxdur əslində. Yaşın təbii ki, təcrübələri var, mütləq mənada var. Amma o fərqindəliyi yaşamasan, o təcrübələr təkrarlanacaq, bizə daha fərqli, mənfi şeylərlə geri dönəcək. Yəni çox insan görmüşəm. Yaşına baxırsan 50, 55, 60 yaşı var, adam bütün gün dərdlənir ki, filankəs belədir, filankəs belədir. Mən belə yaşayıram, o belə yaşayır falan. Hələ də özünü nə istədiyini bilmir. Filankəslərdədir gözü. Yəni filankəslər yaşayışı nədir ona fokuslanmağa çalışır. Ya bu baxımdan da ki, insan xoşbəxt ola bilmir. Ya insanı özün başqasına müqayisə eləyir, ya içindəki o ali mənliyi ilə bağlı baş-başa qalmağa qorxur. Qorxduğu şey də odur ki, birdən mən bunu eləyərəm, filan şey olar. Birdən bacarmaram, filan şey olar. Birdən işimdən çıxaram, birdən filan şey olar. Hər şeyin bir analizi var. Əslində analiz elədiyimiz şey zehnimizdir bizə analiz eləyən və o da qorxu ilə bizi yaşadır. Ona görə qorxu ilə deyil, hər şeyi birinci insan ən sonda mən nə istəyirəm sualına cavab tapmalıdır ki, mən həyatda nə istəyirəm? Mən filan şeydə nə istəyirəm? Niyə görə bu hadisələr baş verir ki, mənim istədiklərimin xaricində gerçəkləşir? Bəlkə başqa təsir qüvvəsi var. Bu təsir qüvvəsi kimlərdir? Nəçidir? Hadisədir? Nədir? Və onları mən necə deaktiv eləyə bilərəm? Yəni bunların hamısı düşünüldüyü şəkildə atıldığında daha effektiv addımlar atmağa başlayırıq. Daha bilinçli, daha şuurlu, daha effektiv olur ki, bu da həyatımıza mütləq şəkildə çox yaxşı təsir və xoşbəxt olmamızı gətirib çıxardır. Free audio post-production by alphonic.com